Salam, bugünkü mövzumuz Azərbaycanın müstəqilliyinin bərpası mövzusudur, dövlət müstəqilliyinin bərpası. Mən deyərdim ki, Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir müstəqilliyin bərpası mövzusu. Və 9-cu sinif Azərbaycan tarixi üzərindən izah etməyə çalışacağım sizə mövzunu. Keçən dərsimizdə də demişdik, bu məsələyə toxunmuşduq. 20-ci yüzilliyin sonlarında artıq iqtisadi siyasi böhran baş verir SSRİ-də. Bu da imperiyanı çöküşə aparırdı. Bəs imperiyanı xilas etmək üçün neynədilər? Müxtəlif addımlar atdılar. Bu Qarbaçovun yenidən qurma, demokratikləşmə siyasəti falan hamısı boşa çıxırdı və ölkənin sosial-iqtisadi siyasi vəziyyəti daha da pisləşirdi. Bəs yaxşı, bütün SSRİ-də, o cümlədən də Azərbaycanda baş verən bu ziddiyyətlər, bu ziddiyyətli siyasət nəyə səbəb olurdu? Təbii ki, əhalinin narazılığına və etirazlarının tədricən güclənməsinə səbəb olurdu. Və ölkə rəhbərliyi də imperiyanın çöküşünün qarşısını almaq əvəzinə çalışırdılar ki, xalqları bir-birinə qırdırsınlar və milli zəmində qarşıdurmalar yaradırdılar. Buna da Çar Rusiyasının parçala hökm sür siyasətinin davamı kimi görürük. Və SSRİ məkanında geniş vüsət almışdı artıq azadlıq mübarizəsi. Həmçinin də Azərbaycan ərazisində bu mübarizə baş verirdi. Genişlənən azadlıq hərəkatı da Azərbaycan xalqının qarşısında tarixi bir vəzifə qoyurdu. Bəs bu vəzifə nədən ibarət idi? Təbii ki, Azərbaycanlıların müstəqilliyini yenidən bərpa etməsi vəzifəsi və Azərbaycanlıların əzmini qırmaq üçün SSRİ rəhbərliyi qoşun hissələri göndərir. 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə Bakıda və bir neçə rayona yeridilir. Bu qoşun hissələri dinc əhaliyə qarşı cinayətlər törədirlər və bizim müstəqillik meyllərimizin qarşısını almağa çalışırdılar, amma ala bilmədilər. Qarşısını ala bilmədilər. 1991-ci ilin fevralın 5-də Azərbaycan Respublikası, daha doğrusu Azərbaycan SSRİ Ali Soveti qanun qəbul edir və bu qərarla da artıq Azərbaycan SSRİ-nin adında dəyişiklik edilir. Azərbaycan Respublikası adlanmağa başlanır və elə həmin gündə AXC-nin üç rəngli bayrağı dövlət bayrağı kimi qəbul olunur. Həmçinin bu 20 yanvar hadisəsindən sonra Əbdürrahman Vəzirovu vəzifədən kənarlaşdırırlar. Onun yerinə başqa bir sədaqətli nümayəndəsi olan, Moskvanın sədaqətli nümayəndəsi olan Ayaz Mütəllibov vəzifəyə gətirilir və 1990-cı ilin mayında daha doğrusu prezident vəzifəsi təsis edilmişdi və prezident vəzifəsinə də ilk dəfə Ayaz Mütəllibov seçilmişdi elə. Və bizim üç rəngli bayrağımız nə vaxt qəbul edilmişdi ilk dəfə? O məsələyə də toxunaq, yadımıza salaq. 1918-ci ilin 9 noyabrında üç rəngli bayrağımız qəbul edilmişdi və indi də yenidən üç rəngli bayrağımız qəbul edildi Azərbaycan Respublikasının bayrağı kimi. Və SSRİ-nin süqutunun sürətlənməsi artıq dövlət rəhbərliyini narahat eləyirdi və bu məqsədlə də imperiyanı xilas etmək üçün yeni ittifaq müqaviləsi hazırlayırlar və Azərbaycan hökuməti də bu müqaviləni dəstəkləyir. Təbii ki, bayaq da qeyd etdiyimiz kimi Moskvanın sədaqətli nümayəndəsi idi Ayaz Mütəllibov və o da müsbət yanaşırdı bu fikrə, ittifaqın saxlanılması məsələsinə. Amma 1991-ci ilin martında SSRİ-nin saxlanılması barədə təşkil olunmuş referendumda Azərbaycan Respublikasının iştirakına Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında Heydər Əliyev kəskin etiraz eləyir və bu hadisə Azərbaycandakı demokratik qüvvələri də referendumu boykot etməyə sövq edir. Yəni bir növ
ürəklənirlər bu hadisədən və onlar da boykot edirlər. Və dağılmaqda olan imperiyanın süqutu yaxınlaşdıqca mühafizəkar qüvvələrin müqaviməti daha da güclənirdi və inflyasiyanın sürətlə artması nəticəsində əhalinin güzəranı pisləşirdi. Bu da onların fəallaşması üçün əlverişli şərait yaratmış olurdu. Yəni əhalinin vəziyyəti pisləşdikcə demokratik qüvvələr daha çox kütlə cəlb edə bilirdilər. Daha yaxşı təbliğat apara bilirdilər, özlərinə tərəfdar toplaya bilirdilər. Və 1991-ci ilin avqustunda SSR-də bir dövlət çevrilişinə cəhd edilir. Krımda istirahətdə olan Qarbaçovu hakimiyyətdən uzaqlaşdırırlar və yeni yaranan Dövlət Fövqəladə Vəziyyət Komitəsi SSR-də bütün hakimiyyəti ələ keçirir, amma demokratik qüvvələrin birləşməsi nəticəsində qiyamın qarşısı alınır. Bunu da yadımızda saxlayaq. Və Azərbaycanda da demokratik hərəkat artıq qiyama qarşı bir etiraz səsini ucaldır. Meydanlara axışır insanlar və mitinqlərdə respublikada prezident seçkilərinin keçirilməsini dayandırmaq tələb olunurdu. Baxın, prezident seçkilərinin keçirilməsini dayandırmaq tələb olunurdu. Ali Sovetin buraxılmasını tələb edirdilər. Kommunist Partiyasının ləğv edilməsini və fövqəladə vəziyyətin ləğv edilməsini tələb edirdilər. Həmçinin Qarabağda Azərbaycanın suveren hüquqlarının qorunması üçün tədbirlər görünməsi tələbini irəli sürürdülər. Deməli, nə irəli sürürdülər? Hansı tələblər irəli sürürdülər bu Azərbaycandakı demokratik qüvvələr? Prezident seçkilərinin keçirilməsi dayandırılsın, Ali Sovetin buraxılmasını, Kommunist Partiyasının buraxılmasını və fövqəladə rejimin ləğv edilməsini, Qarabağda Azərbaycanın suveren hüquqlarının qorunması üçün tədbirlərin görünməsini irəli sürürdülər. Və nəhayət də xalqın demokratik qüvvələrə böyük dəstək verməsindən 91-ci ilin 30 avqustunda artıq belə deyək də toplanmağa məcbur olur həmin o Ali Sovet, növbədən kənar bir sessiya keçirir. Nəticədə də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması haqqında bəyannamə qəbul edir. Və sessiyada Kommunist Partiyasının sonrakı taleyi də müzakirələrə səbəb olmuşdu. Və Heydər Əliyev Kommunist Partiyasının buraxılması tələbini Respublikaya bildirmişdi, amma onlar da laqeydliklə qarşılamışdılar bu təklifi. Və rəhbərlik gözləmə mövqeyində qalaraq qətiyyətsizlik nümayiş etdirir. Yəni bu partiyanın buraxılmasıyla bağlı. Və sentyabrda keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə isə müxtəlif süni maneələr yaradırlar ki, Heydər Əliyev namizədliyini verməsin. Ayaz Mütəllibova ən güclü rəqib idi və Heydər Əliyev namizədliyini irəli sürəcəyi təqdirdə Ayaz Mütəllibov seçilə bilməzdi. Ona görə süni maneə yaradırlar. Bu maneə də nədən ibarət idi? Yaş sensi tətbiq edirlər ki, bu yaşdan yuxarı şəxslər seçkilərdə namizəd kimi iştirak edə bilməzdilər və Heydər Əliyev namizədliyini irəli sürə bilmir həmin seçkilərdə. Və bir həftə sonra isə Azərbaycan Kommunist Partiyası buraxılır 1991-ci ilin sentyabrın 14-də buraxılmışdı AKP. 1991-ci ilin sentyabrın 14-də buraxılmışdı Kommunist Partiyası. Davam edirik və dövlət müstəqilliyinin bərpasına keçirik. Azərbaycan xalqının mübarizə əzmi artıq öz bəhrəsini verirdi. 91-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olunur və Konstitusiya aktına görə Azərbaycan Respublikası AXC-nin hüquqi varisi elan olunur. Və bununla da 1922-ci ildə SSR-nin yaradılması haqqında imzalanmış İttifaq müqaviləsi Azərbaycana aid olan maddələri hüquqi qüvvəsini itirmiş hesab olunur və SSR rəhbərliyi respublikada müstəqillik uğrunda mübarizəyə
ənənəvi yolla mane olmağa çalışırdı və milli münaqişə ocağını qızışdırırdı. Milli münaqişə ocağı da hansı idi? Təbii ki, Dağlıq Qarabağ məsələsi, ermənilərlə Azərbaycanlılar arasında baş vermiş bu problem. Və yeri gəlmişkən dövlət müstəqilliyi haqqında Konstitusiya aktında əsasən Azərbaycan dövləti müstəqil, unitar dünyəvi dövlətdir və SSR-nin Azərbaycan ərazisindəki mülkiyyəti Azərbaycan Respublikasının mülkiyyəti hesab olunurdu. Bazar münasibətlərinə, azad sahibkarlığa əsaslanırdı iqtisadi fəaliyyət, məcburi əmək qanunla müəyyənləşmiş hallardan başqa məcburi əmək qadağan olunurdu. Zəhmətkeşlərin tətil hüququ var idi. Azərbaycan Respublikasının ərazisində yaşayan və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe olan bütün vətəndaşlar Azərbaycan Respublikasının vətəndaşı hesab olunurdu və siyasi hakimiyyət xalqa məxsus idi və bu suveren hakimiyyəti isə parlament, icra hakimiyyəti, məhkəmə orqanları və seçki yolu ilə seçilmiş nümayəndələr vasitəsilə həyata keçirilirdi bu proses. Və həmçinin təbii ehtiyatlar da Azərbaycan Respublikasına məxsus idi. SSR rəhbərliyi Respublika müstəqilliyini dedik ki, mübarizəsinə mane olmaq üçün milli münaqişə ocaqlarını qızışdırırdı və 1991-ci ilin dekabrında erməni silahlı qüvvələri Kərkicahan və digər istiqamətdə hücuma keçirlər. Bu isə hərbi siyasi böhranı dərinləşdirir və müstəqillik yolunda atılan addımlara amma mane ola bilmir. Belə ki, SSR rəhbərliyi bütün ciddi cəhdlərə baxmayaraq imperiyanı qoruyub saxlamaq mümkün olmadı. 91 dekabrın 8-də Rusiya, Ukrayna və Belarusiya rəhbərlərin iştirakı ilə MDB yaradılır. Müstəqil Dövlətlər Birliyi. Əslində MDB-nin yaradılması SSR-nin artıq tarix səhnəsindən silinməsinin bir addımı idi və Qarbaçov da dekabrın sonunda istefa verir. SSR hüquqi cəhətdən artıq öz dövrünü başa vurmuş olur. Deməli, SSR-nin ləğv edilməsi prosesi nə vaxt baş verdi? Elə 1991-in dekabrın 8-i MDB-nin yaradılması və 1991-ci ilin dekabrın sonunda 25-də artıq Qarbaçovun istefa verməsi. Və Azərbaycan Respublikasında dekabrın 29-da təyin edilmiş referendumda xalqımız yekdilliklə səs verdilər ki, bəs müstəqil olaq, müstəqilliyimizi elan edək. Bundan sonra xalq müstəqil dövləti möhkəmləndirmək və onu qorumaq yolunda çətin və məşəqqətli bir yola daxil oldu. Və dövlət quruculuğunda növbəti addımlar nə ilə nəticələnir? Belə ki, 92-ci ilin mayında dövlət himni, 93-cü ilin yanvarında isə dövlət gerbi qəbul olundu. Bəs bayrağımız nə vaxt qəbul edilmişdi? Xatırlayaq, 1991-ci ilin 5 fevralında da bayrağımız qəbul edilmişdi. Və beləliklə Azərbaycan xalqı müstəqillik yolunda qarşıya qoyduğu ilk məqsədi həyata keçirmiş oldu. Və xarici siyasətdəki uğurlarımızdan danışırıq. Təbii olaraq yeni yaranmış respublika nəyə nail olmaq istəyər? Öz müstəqilliyini xarici dövlətlərə tanıtmaq, dövlət müstəqilliyini möhkəmləndirmək, beynəlxalq qurumlara üzv olmaq, legitimliyini dünya ictimaiyyətinə tanıtmaq. Təbii ki, bunlar yeni yaranmış respublikanın əsas qarşısında duran əsas məsələləri idi və bayaq da qeyd etdiyimiz kimi yeni yaranmış dövlət xarici siyasətdə əsas məqsədi müstəqilliyini möhkəmləndirmək, öz legitimliyini dünya ictimaiyyətinə tanıtmaqdan ibarət idi. Və 91-in noyabrında respublikamızın müstəqilliyini ilk tanıyan dövlət olmuşdu Türkiyə. Bunun ardınca 91-ci ilin sonunda artıq biz hansı dövlətlərin müstəqilliyimizi tanıdığını görürük. Rumıniya, Pakistan, İsveçrə və İran tərəfindən 91-ci ilin sonunda bizim müstəqilliyimiz tanınmışdı. Bunu TRIP kodundan yadınızda saxlaya bilərsiniz. TRIP kodu.
və Azərbaycan Respublikasının beynəlxalq təşkilatlara və regional təşkilatlara üzv olunması haqqında danışaq. 91-ci ilin sonunda İslam Konfransı təşkilatına üzv olur. 92-ci ilin əvvəlində İslam Əməkdaşlıq Təşkilatına qoşulur və 92-ci ilin martında BMT-yə üzv olur və həmin ildə 92-ci ildə, yəni 92-ci ilin daha dəqiq desək iyul ayında ATƏM belə müraciət edir və müsbət qarşılanır ATƏM-ə qoşulması. Və biz 1993-cü ildə Türksoy təşkilatının üzv olmasını görürük Azərbaycanın. 1993-cü ildə həmçinin MDB-yə üzv olur. 1997-ci ildə GÜAM-ın yaradılmasında iştirak edir. Burada isə İqtisadi Təşkilatdır və Gürcüstan, Ukrayna, Azərbaycan və Moldavanın iştirakı ilə yaradılmış. 1998-ci ildə Böyük İpək Yolu Təşkilatına üzv olur. 2001-ci ilin yanvarında Avropa Şurasına üzv qəbul edilmişdir və 2011-ci ildə isə bloklara qoşulmayanlar hərəkatına üzv olur. 2012-ci ildə isə TÜDəş, yəni Türk Dilli Dövlətlərin Əməkdaşlığı Şurasına üzv qəbul edilmişdir. Və yeri gəlmişkən, müstəqilliyimizin ilk günlərindən etibarən Azərbaycan çalışırdı ki, Dağlıq Qarabağ münaqişəsini tənzimləsin. Yeni enerji diplomatiyasına qoşulsun. Xəzər dənizinin statusundan bağlı razılığa gəlsin. Qonşu dövlətlərlə münasibətlərini həm qorusun, inkişaf etdirsin. Beynəlxalq təhlükəsizlik əməkdaşlıq sistemində iştirak eləsin. Beynəlxalq terrorizmə qarşı mübarizə aparsın. Həmçinin dünya dövlətlərinlə beynəlxalq iqtisadi əlaqələr qurmağa çalışırdı. Dünya dövlətlərinlə qarşılıqlı münasibətlər yaratmağa və inkişaf etdirməyə səy göstərirdi. Və belə bir vəziyyətdə bir tərəfdən Azərbaycan Respublikası öz müstəqilliyini yeni elan edib, digər tərəfdən hakimiyyət uğrunda çəkişmələr var və başqa bir tərəfdən də Dağlıq Qarabağda artıq müharibə gedir. Birinci Qarabağ müharibəsi baş verir. Bu hadisələr Azərbaycanın vəziyyətini daha da pisləşdirirdi. Və bütün bunlara baxmayaraq deyir, Azərbaycanda Ayaz Mütəllibovun başçılıq etdiyi ölkə rəhbərliyi Qarabağdakı vəziyyəti nəzarət edə bilmirdi. Hakimiyyət uğrunda çəkişmə baş verirdi. Bu isə ermənilərin hücumlarını daha da fəallaşdırırdı. 92-ci ilin əvvəllərində erməni silahlı qüvvələri işğalçılıq siyasəti yeridirlər və 92-ci ilin fevral ayında Xocalı hadisəsi, Xocalı faciəsi daha doğrusu onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirir və Xocalı soyqırımı xəbəri yayıldıqda artıq kütlələr tələb elədilər ki, Ayaz Mütəllibov istefa versin. O həqiqətən də istefa verir və prezident səlahiyyətlərini Ali Məclisin, Ali Sovetin daha doğrusu sədri icra etməyə başlayır və hakimiyyət uğrunda mübarizə daha da alovlanır. Ermənilər də bundan istifadə eləyib 1992-ci ilin mayın 8-də Şuşanı və mayın 18-də isə Laçın şəhərlərini işğal edirlər və böhrandan istifadə edən Ayaz Mütəllibov yenidən hakimiyyəti ələ keçirir. Bu hadisələr Əbülfəz Elçibəyin rəhbərliyi altında hərəkət edən demokratik qüvvələri fəallaşdırır və o demokratik qüvvələr nə etdilər? Təbii ki, artıq çıxışlar nəticəsində dövlət idarəetmə aparatı ələ keçirilir. Ayaz Mütəllibov xalqa qarşı mübarizənin mümkün olmadığını görüb, məcbur olub ölkəni tərk edir. Yəni Ayaz Mütəllibov əslində 1990-cı ilin yanvarından hakimiyyətə gətirilmişdi. Amma Xocalı faciəsindən sonra o istefa vermişdi. May ayında isə 1992-ci ilin may ayında isə hakimiyyəti zorla ələ keçirməyə çalışdı, amma yenidən istefa verməli oldu.
Və 1992-ci ilin iyunun əvvəllərində Əbülfəz Elçibəy Azərbaycan Respublikasının prezidenti seçilir. İkinci prezidentimizdir bu artıq. Və yeni hakimiyyət qısa müddət ərzində dövlət və ordu quruculuğu sahəsində bir sıra addımlar atmağa başlayır. Bundan əlavə ordu quruculuğunu qeyd edirik burada. Dövlət ordu quruculuğu sahəsində addımlar. Milli valyuta olan manat dövrəyə buraxılır. Tələbə qəbulunda ilk dəfə test imtahanı tətbiq edilir. Həmçinin Rus ordusu ölkədən çıxarılır. Deməli, Əbülfəz Elçibəyin prezidentlik dövrünə aid olan hadisələr deyirik. Dövlət və ordu quruculuğu sahəsində bir sıra addımlar atılır. Milli valyuta olan manat dövrəyə buraxılır. Tələbə qəbulunda ilk dəfə test imtahanı tətbiq edilir və Rus ordusu ölkədən çıxarılır. Milli valyutamız olan manatın şəklini görürsünüz burada və 1992-ci ildən tədavülə buraxılmışdı və 1994-cü ildən Respublika ərazisində yeganə ödəniş vasitəsi olmuşdu. Lakin deyir, təcrübəli kadrların çatışmazlığı və idarəetmədə buraxılan səhvlər Elçibəyin hakimiyyətinə qarşı xalqın etimadını azaldır və bundan istifadə edən xarici dövlətlərin kəşfiyyat orqanları da ölkə daxilində separatçı qüvvələri hakimiyyətə qarşı çıxmağa təhrik eləyirlər. Nəticədə də milli ordu daxilində vahid komandanlığa tabe olmaqdan boyun qaçıran qüvvələr dövlətə qarşı real təhlükəyə çevrilir. Bəs bu təhlükələr hansılardır? Gəlin indi ona baxaq. 1993-cü ilin iyununda Gəncədə hakimiyyətə qarşı qiyam baş verir və dövlət orqanlarının qiyamı yatırmaqda qətiyyətsizlik göstərməsi isə qiyamçıların fəallaşmasına gətirib çıxarır və Sürət Hüseynovun qiyamıdır bu, yeri gəlmişkən qeyd edək və hökumət qüvvələrini gülləbaran edən qiyamçılar mərkəzi hakimiyyət devirmək üçün Bakıya doğru hərəkət edirlər və qiyamçıların tələbi isə bir sıra dövlət rəhbərlərinin istefa verməsi və hakimiyyət böhranını daha da dərinləşməsinə gətirib çıxarır. Bugünkü dərsimiz bundan ibarətdir və növbəti dərs izahımız olacaqdır. 1-ci Qarabağ müharibəsi mövzusu.